Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92, 91, 170 marşrutlarından 20 metr məsafədə. Marşrutdan düşdün evin içinə rahat girirsən. Yəni, çox rahat bir yerdə, marketlərə yaxın ərazidə, apteklərə yaxın ərazidə 3 otaqlı, təmirli, əşyalı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiyməti videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram, yenə qeyd edirəm. Ev əşyalı satılır. Bir dənə elə bir elektroniklər götürüləcək evin içindən. Nəzərinizə çatdırım, ev təmirlidir. Evin yan tərəflərinə, böyür tərəfinə keçmək mümkündür. Demək, hörmətli izləyicilər, evin arxası da açıqdır, havalanmaya uyğundur. Bu hissəsində əldamısı var, artıq əşyaları yığmaq üçün, bax, belə bir yeri var. Evin arxasında da belə bir qapısı var keçməyə. Arxası da boş torpa sahəsidir. Burada gördüyünüz kimi artıq əşyalar yığılıb. Ev yenə qeyd edirəm, yoldan 15-20 metr məsafədədir. Marketlərə, apteklərə yaxın, marşruta çox yaxın ərazidə yerləşir. Həyətinə rahat 2 maşın daxil ola bilər. Keçən də evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Daxil oluruq evin içinə. Demək, girən kimi dəhliz istipoldur. Dəhliz istipoldur. Düz mətbəxə qədər ev sahibi istipol oluyub. Bütün evlərdə olduğu kimi mətbəx mebeldir, kombi sistemidir, hamısı evin içində qalır. Elektroniklər götürüləcək. Bunu nəzərinizə çatdırım. Televizordur, xaladenlikdir, bu paltaroyan maşın götürüləcək. Qalan evdə nə varsa evin içində qalacaq. Gördüyünüz kimi, hörmətli izləyicilər, evin təmiri normal qaydasındadır. Yaşayışlı bir evdir. Burası sanuzel hissəsidir. Gördüyünüz kimi də təmiri qaydasında səliqəli bir evdir. Demək, hörmətli izləyicilər, bura bir uşaq otağıdır. Bax, mebellər, hörmətli izləyicilər, təzədir. Elə çox istifadə edilməyib. Nəzərinizə çatdırım ki, heç 4-5 ay mebelləridir. Heç bəlkə də hələ tezdir. Biz təxmini deyirik. Uşaq otağıdır bura. Keçirik buradan, hörmətli izləyicilər. Bura bir geniş yataq otağı. Gördüyünüz kimi, bax, taxt qoyulub, yanına, yörəsinə keçmək mümkündür. Yataq otağı genişdir. Mebellər də yenə təzədir. Yəni, elə çox istifadə olunmayıb. Keçən indi evin bu brizal otağına, qonaq otağına tanış olaq. Qonaq otağı da gördüyünüz kimi, haradasa 4-ün 5-ə, 20 kvadratdır. Eni yaxşıdır, uzunluğu da az olsa eni yaxşıdır. Mebellər də burada qalır, hamısı bir dənə televizor götürüləcək. Gördüyünüz kimi, nə mebel varsa evin içində qalır, hörmətli izləyicilər. Ev, yan tərəfləri, pəncərələri hamısı açıqdır, tam havalanmaya uyğundur. Yenə qeyd edirəm, sənədi qeydiyyat propisk olacaq, bunda nəzərinizə çatdırım. Kimlərsə evin satmaq istəyirsə 055 389 3808 nömrəsi ilə əlaqə saxlasın, evlərin satılmağına köməkli göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiyməti evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılıb, hörmətli izləyicilər. Kodları götürmək, yaddan çıxmasın, zəng vuran zaman mütləq kodlar götürülməlidir. Evin qiyməti içi dolu, yola yaxın, marşrutlara yaxın 82 min start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcək. Son sözü də ev sahibi deyəcək, hörmətli izləyicilər. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin.